Kim çalışıb əziyyət çəkirsə, Allah Teala onun əziyyətin bəhrəsini ona verəcək. Şeyx Salih Əli Şeyx deyir ki, bəzi hikmətli insanlar belə deyərdilər. Mən kənət bidayətuhu muhriqa, kənət nihayətuhu muşriqa. Kim ki, əvvəldə əziyyət çəkirsə, yəni əvvəli yanırsa, əziyyət olursa, sonu parlaq olacaq. Yəni sonunda Allah Teala onu müvəffəq eləyəcək. Həqiqətən belədir. Xüsusilə insan Allahın cənnətini Allahdan qazanmaq üçün, Allahın dediyi kimi ona ibadətlər etməklə səbirli olsa, təhəmmül eləsə, o cənnəti əldə eləmək üçün Allah Teala cənnəti onu nəsib eləyəcək və onu cəhənnəmdən qoruyacaq. Həmçinin insan dünyada elm öyrənmək üçün əziyyət çəksə, Allah Teala ona elm verəcək. Və dünyanı, halalı qazanmaq üçün Allah Teala ona əziyyətinin bəhrəsini verəcək. Sən əziyyət çəksən, düzgün səbəbləri götürsən, sonda Allah Subhanahu Teala sənə o parlaqlığı, o sevinci yaşadacaq. Əziyyəti Allah Teala yerdə qoyan deyil.